Herkese salam. Kanalıma və videoma xoş gəldiniz. Bu gün sizlərlə səhifə 126-da olan Isaac Newton mətnini izah edəcəm. Uşaqlar, mən mətni oxumayacağam. Bu arada artıq kanalda 5 gündür ki video yoxdur. Mən də fikirləşdim ki, bu gün kanala video atım. Bu arada uşaqlar, artıq biz 6-cı bölümünə keçdik. Yəni bu ümumiləşdirici təkrarında izahı YouTube kanalında var, izləyə bilərsiniz. Artıq 6-cı bölmədəyik. Nəysə, çox uzatmadan keçirəm tapşırıqlara. Yenə də dediyim kimi mən mətni oxumayacağam. Tapşırıq 1. Newtonun bu hərəkətinin qəribəliyini izah edin. Deməli, baxın, həmin o bölümünü də tapacağam. Baxın, burada. Baxın, uşaqlar, yazılıb ki, böyük alimin qəribəlikləri haqqında rəvayətlər var. Deyirlər, bir gün Newton itinə və pişiyinə qapı açmaqdan bezir və qapının aşağı hissəsində 2 dəlik açır. Böyüyü it üçün, kiçiyi isə pişik üçün. İndi isə burada da deyir ki, bizə bu qəribəliyi izah edin. Deməli, uşaqlar, qəribəlik budur ki, Newton 2 dəlik yerinə 1 dəlik də aça bilərdi və itin girə biləcəyi qədər. Pişik çünki kiçikdir də. Yəni qısaca yaza bilərsiniz ki, qəribəlik budur ki, böyük dəliyin içərisindən pişik də keçə bilərdi, it də. Belə. Yəni qəribəlik bundandır. Siz də belə yaza bilərsiniz. Çünki orada bizdən qəribəliyi istəyir. Belə yazarsınız. Daha sonra tapşırıq 2. Cazibə, perpendikulyar sözlərinin mənalarını kontekstə uyğun izah edin. Cazibə sözünün mənası təbii ki, 2 cürdür. Sadəcə burada Newton, yəni fizik alimidir, bilirik. Ona görə də, yəni cazibə sözünü ona görə izah edəcəm sizə. Cazibə uşaqlar cisimlərin bir-birini cəzb etməsidir. Daha doğrusu fiziki hadisəsidir. Daha sonra perpendikulyar sözünün mənası isə başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq təşkil edən düz xəttdir. Belə. Uşaqlar, tapşırıq 3-ü sizin öz öhdənizə buraxıram. Daha sonra tapşırıq 3-ə belə qoyun. Və tapşırıq 4-ün izahına baxaq. Deməli, tapşırıq 4-də nə deyir? Mətndəki məlumatlardan istifadə etməklə altından xətt çəkilmiş ifadənin doğru yoxsa yanlış olduğunu sübut edin. Deməli, oxuyaq. Isaac Newton bağda dincələrkən onun başına ağlama düşməsi və bununla dahi fizikin ümumi dünya cazibə qanununu kəşf etməsi geniş yayılmış əfsanələrdəndir. Bu əhvalatı fransız filosofu Voltaire 1731-ci ildə Newtonun ölümündən 1 il sonra dərc olunmuş kitabına daxil edilib. Baxın, uşaqlar, deməli burada deyir ki, bizə doğru yoxsa yanlış olduğunu belə deyir, izah eləyin. Mətnin başlığında yazılmışdı ki, təbii ki də 1643-cü ildə dünyaya gəlib. Daha sonra 1643-cü ildə dünyaya gəlibsə, baxın, 1643-cü ildə dünyaya gəlibsə və deyir ki, 84 yaşında vəfat edib. Deməli, Newtonun vəfat etmə tarixini tapmalıyıq biz. Deməli, hesablayaq. Eləyir cavab. Aha. 1727. Baxın, 1643-cü ildə dünyaya gəlib və uşaqlar, göstərə bilərəm o yerləri sizə. Baxın, 1643-cü ildə fermer ailəsində dünyaya gəlib. Daha sonra deməli, qoy o bölümdə tapam. Aha. 84 yaşında da uşaqlar, 84 il yaşayıb. Yəni, belə. 1643-cü ildə dünyaya gəlib, 84 il yaşayıb və həmin o doğulduğu tarixdən çıxıram yaşını və cavab 1727-ci il. Deməli, 1727-ci ildə Newton vəfat edib. Təbii ki də burada olan məlumat, yəni Newtonun ölüm dərəcəsi Voltaire deyir ki, 1731-ci ildədir. Xeyr, Newtonun vəfat tarixi 1727-ci ildədir.
Yəni təbii ki də bu məlumat yanlışdır. Belə deyək. 5-ci uşaqlar sizin öz öhdənizə buraxıram. Daha sonra 6-cıda deyir ki, mətndə bir dəqiqə. 6-da sizin öz öhdənizə buraxıram uşaqlar. Bir də uşaqlar demək istəyirəm ki, burada sillogizm var. Uşaqlar mən yəni tapşırıq 3-də də, yəni sillogizm olan mətnləri izah etməyəcəm. Belə. Bunu da dedim ki, nəzərə deyim ki, biləsiz də. Nəzərə alın. Daha sonra bugünkü qaydamız nədir? Əsas və köməkçi nitq hissələrinin amonimliyi. Bir sıra köməkçi nitq hissələri əsas nitq hissələri ilə amonimlik təşkil edir. Bunları fərqləndirərkən nəzərə almaq lazımdır ki, köməkçi nitq hissələri cümlədə heç bir suala cavab vermir. Ayrılıqda cümlə üzvü olmur. Məsələn, məndən sonra sən gəldin. Deməli, burada sonra uşaqlar qoşulma olacaq. Daha sonra məndən sonra mən sonra gedəcəyim, daha doğrusu bağışlayın. Burada da uşaqlar sonra sözü zərf olacaq. Daha sonra artıq gecdir. Artıq sözü ədat. İçəridə artıq adamlar var. Daha doğrusu artıq uşaqlar doğrusu içəridə artıq adamlar var. Burada da yenə sifət olacaq. Sonra yaxşı gedək, gecdir. Burada da yaxşı sözü modal və yaxşı iş üz ağardır. Burada da yaxşı sifət olacaq. Belə, keçirəm indi tapşırıq 7-yə. Deməli, tapşırıq 7. Deyir ki, fərqləndirilmiş sözlərin cümlədəki mənalarına diqqət yetirin. Onların hansı nitq hissələrinə aid olduğunu müəyyənləşdirin və əsaslandırın. Deməli, birincidə iki sözlər verib uşaqlar, amma mənaları fərqlidir. Məsələn, birinci, elə adam tanımıram. Burada uşaqlar birinci cümlədə elə sözü, baxın bu söz olacaq nitq hissəsi olaraq uşaqlar olacaq əvəzlik, daha sonra və necə sualına cavab verəcək. Amma ikincidə elə sözü isə, yəni birincinin ikinci bəndində də elə mən də onu tanımıram. Burada da elə ədat olacaq. Daha sonra dünəndən bəri külək əsir. Uşaqlar, dünəndən bəri qoşma olacaq. Daha sonra bəri gəl görüm nə deyirsən. Burada da zərf olacaq. Daha sonra sən nə düşünürsən? Nə əvəzlik. Daha sonra sən nə düşüncəlisən? Burada da ədat. Daha sonra tək əldən səs çıxmaz. Say olacaq. Daha sonra tək sən buna laqeyd deyilsən. Burada da ədat olacaq yenə. Ümid eləyirəm ki, uşaqlar sizi başa sala bildim. Daha sonra keçirəm tapşırıq 8-ə. Deyir ki, cümlələrdə altından xətt çəkilmiş sözlərə diqqət yetirin və nümunəyə əsasən cədvəli doldurun. Qoşma və əsas nitq hissəsini tapmalıyıq. Təbii ki də, deməli, tapşırıq A variantında nə deyir? Onun kimi rejissor az tapılar. Burada kimi qoşma olacaq A variantında, yəni. B variantında isə mən ondan kimi gözlədiyini soruşdum. Burada da əvəzlik olacaq. Daha sonra, yəni baxın uşaqlar, birincinin A variantında qoşma, ikincidə isə əvəzlik, amma əsas nitq hissəsi kimi. Daha sonra ikincidə A variantı yaxşı götür-qoy edib sonra işə başladıq. Birincidə zərf, yəni əsas nitq hissəsi, ikincidə isə tamaşadan sonra qızğın müzakirə başlandı. Burada da qoşma. Daha sonra tapşırıq 3-də, daha doğrusu 3-cü bənddə zabit üzünü əsgərə tərəf çevirib nə isə dedi. Buradakı qoşmadır, tərəf yəni. Daha sonra qarşı tərəf məğlubiyyət ilə barışmalı olacaq. Burada da yer zərfidir. Yəni əsas nitq hissəsi kimi. 4-cüdə qabaq belə şeylər məni narahat etməzdi. Zərf, qabaq sözü, yəni əsas nitq hissəsi. Daha sonra bu hadisə müharibədən çox-çox qabaq olub. Burada da yenə qoşma. Daha sonra uşaqlar, mən 9-u izah etməyəcəm. Mən sizin öz ehtiyacınızı buraxıram. Bir dəqiqə. 10-da. Mətndə modal sözləri seçin və əsas nitq hissəsi ilə
Amonimlik təşkil edənləri müəyyənləşdirin. Bir dəqiqə uşaqlar. Mən indi o sözləri işarə eləyəcəm, yəni modal sözləri. Aha, uşaqlar, buyurun, bu da modal sözləri. Əlbəttə, yəqin, bəlkə də, doğrudur və məncə sözü. Daha sonra 11. Uşaqlar, 11-də qrupla işdir deyə, yəni bunu siz sinifdə özünüz edə bilərsiniz. Yəni müzakirədə belə deyək. Daha sonra 12-də də həmçinin, yəni 12-də uşaqlar düzdür, müzakirə deyil. Yəni bunu da sizin öz öhdənizə buraxıram. Daha sonra keçirəm 13-cü tapşırığa. Deyir ki, bayatda işlənmiş barı sözünün yerinə görə qrammatik mənanı müəyyənləşdirin və sinonimləri tapın. Əzizinəm dinbarı, danışbarı, dinbarı. İcidə tab gətirməz, yağı tikən minbar. Deməli, uşaqlar, burada birinci cümlədə olacaq ədat. Görüm, yaza biləcəm. Aha, uşaqlar, gördüyünüz kimi yazdım hansı, belə deyək, sinonimlər deyirdi burada və hansı qrammatik mənaya uyğun olduğunu. Deməli, birincidə uşaqlar, əzizinəm dinbarı, ədatdır və arzu ədatı. Daha sonra ikincidə də danışbarı, dinbarı yenə ədat. İcidə tab gətirməz. Burada qrammatik məna yoxdur deyə belə trey çəkdim. Daha sonra yağı tikən minbarı, burada da isim. Beləliklə bir videomuzun daha sonuna gəldik. Ümid edirəm videomu bəyənib kanalıma abunə olacaqsınız. Çünki həqiqətən uşaqlar, bu çox önəmlidir. Videonu izlədikdən sonra bəyənib abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.